Salam əziz dostlar, mən Çingiz Pəhlivan. Bu günlərim biz gedirik Ariana ilə. Poçta mənə bir idman deyirəm. Yəni sirk üçün bir əşyam var, onu göndəriblər, zakaz eləmişdim. Gəlib Ariana ilə gedirik onu götürməyə. Ariana? What? No problem. Horrible this song. I don't like it. Deyir istidir, istini sevmir. Belə bir yerdəyik, gedirik. Bilməm eşitiz ya yox, şey qoşmuşam xəritə. Deyir qabaqdan sağa dönməlisən. Gedək görək. Ariana bu günlərin belə bir paltar giyinib. Okay, wait. Perfecto. Bellissimo. Bien. Belə bir şeydə orada bir kanal axır. Su kanalıdır. Biz də gedirik. Görək. Yollar. Küçələri çəkirəm, göstərəm. Burada dəhşət dostlar, dəhşət qamışlıq var da. Yəni bildiyiniz kimi dəhşət qamışlıqlı yerdir. Ağca qənət də adamın burnunun deşiyindən içəri girir. Yol verdi maşın, tez keçək. Mənə dostlar, belə bir yol gedirik. Özümün buradan donuz pörtləməsin iyi gəlir. Kimsə donuz qaynadır. Heç sevmirəm də o donuz pörtləməsini iyi. Elə burada pişirirlər 100%. Burada restoran var. Amigos. Ay görün nə gözəl güldür. Bax dostlar, burada belə bir ağac var. Qəşəng də gülləri var. Görüm iyisi var bunun. Görüm iyi gəlir. Yox, iyi yoxdur. Amma çox gözəldir. Sağ olsun. Ari mənə kömək eləyir həmişə. What? I says Ari every day help me. Ah, yes. Mənə kömək eləyir. Bilir ki başım çıxmır. Dil bilmədiyimə görə hara gedirəm, xahiş edirəm gəlir məndən. What's name? What is this? I don't know what is that. Mən bu Hindistanda zətdə görmüşəm. Kakosdur, nə bilim nədir. Kokodur, mokodur. I don't know. Burada ağaçlar var. Və yolda da pampers var. Belə səliqəsizlik çoxdur. Belə nətər demək, fızıllıqdır da. Görürsünüz, otlar, motlar. Yəni Azərbaycanın ən belə deyək də ən köhnə kəndinin səliqəsi buradan yaxşıdır şəxsən. Vallahi. Mən oldum bu şəhər belədir, amma evlər bu şəkildə, yolda, küçədə məsəl üçün kafelər var. Kim istəsə rahat özü üçün ticarət eləyə bilər. O baxımdan yaxşıdır. Kim nə istəyirsə məsəl üçün ticarət eləyir. Maşınlar da ki, inamarkadır da. Əsas istifadə elədikləri maşın Yaponiyanın, Amerikanın və Almaniyanın maşınlarından istifadə edir. Amma son vaxtda fikir vermişəm ki, Kitay maşınları da var. Burada Çinin istehsalında olan maşınlar da var. Çin istehsal olan maşınlar. Amma əsas Yaponiyanın maşınlarıdır. Bir də Almaniyanın. Burada evlər belədir dostlar. Baxın, belə pilləkənlə qalxırlar. Evlər bu şəkildə tikilir. Özdə Allah göstərtməsin, çox dözümsüzdür da. Yəni mən əminliklə deyə bilərəm ki, çox nəzik tikirlər. Bəlkə də bu binanı bir günə tikiblər. Görürsünüz necə fızıllıqdır dostlar. Bu fızıllığa gözəllik verən bir dənə Arianadır. Ari fızıllığa gözəllik verir. My people, Azerbaijan. I love Azerbaijan people. Hala Azərbaycan peoples love you too. Oh, so cute. Bu da qoz ağacıdır. Nə ağacıdır? Qoza oxşadı bu, baxın.
Yox, qoz ağacı deyil. Nəsə belə qoz ağacını oxşatdım, amma qoz deyil. Deməli dostlar, gəldik, götürdük. Belə bir yerdir. Estafeta deyilir. Gözə çəkim göstərir. Belə bir yerdir. Estafeta. Əşyamı götürdük. Özdə məsələ nədir? Bu şəhərdə bir 6-7 dənə estafeta var. Elə bəxtəbəxt Allaha and olsun. Heç ağlıma da girmir ki, şəhərdə 6-7 yerdədir də. Bunun da yanındakının da ağlına girmir. Elə xəritəyə bastım, bəxtəbəxt göstərdi, gəldim bura Quran haqqı. Elə oradan da götürdüm də. Yəni bəxtim gətirdi, götürdüm. Burada desəydilər ki, yox, burada yox, başqa yerdədir. Buradan ora taksi ilə bir 40 dəqiqəlik yol idi. Gör mənim ürəyim necə düzdür ki, elə bəxtəbəxt basmışam, bu estafetaya gəlmişəm, buradan da götürdüm beşimi. İndi qaydırıq geri. Deməli dostlar, gəldik, girdik belə bir dükana. Qiymətləri göstərirəm. Bu dollar deyil, pesodur. Yəni 65 dollar deyil, 65 pesodur. Meksika pesosu. Girdik və orada burası mahnı gedir. Mahnı təlif haqqı verdiyinə görə mən orada girəndə çəkə bilmədim videonu. Musiqidə təlif haqqı var. 65 pesoyadır belə tapçıqalar. Belə ayaqqabılar 135 pesoya. Şortiklər tumuş 65 pesoya. Amma nəsə uzun tumuşlardı bunlar. Böyle. Belələr də var 49 pesoya. Ucuzdur belə götürəndə. Nə desən var? For the hands. Uşaqlar üçün də var 45 pesoya. Neçədir bu? Qəşəng dəniz üçün. Qiyməti yazılmayıb üstündə. Aeroport çantaları 1000 peso. Bu yenə bizdən ucuzdur. Bizdə bu bahadır. Bu boydası bizdə bahadır. Burada ucuzdur. 45 pesoya. 65 pesoya. Maskilər 19 peso. Bu Meksika pesosu daha dostlar, yenə də deyirəm. Çünki Argentinada da ayrıdır. Hər ölkənin öz, bu Latin Amerika ölkələrində pesodur. Ona görə deyirəm. 29 peso. Mən qiymətləri göstərirəm ki, əsas izləyicilərimə maraqlıdır qiymətlər. Elə qabağıma çıxdıqca göstərirəm. Məktəb üçün çantalar 159 pesoya, 89, 185 pesoya, 285 pesoya. Böyükləridir bunlar. Bu şu mən böyük 285 pesoyadır. Yox, 355 pesoya olanı da var. Böyle çantalar. Bu 69 pesoya, kaşlyoklar. Cürbəcür belələr də var. Cürbəcür qiymətə dostlar. Qara kaşlyoklar. Diş çöpləri 15 peso. Maraqlı şeylər, duz qabları 29-85 peso. Böyle şeylər də heç bilmirəm nədir. 85 pesoya. Yenə də deyirəm, amma bu dollardır. Bu dollar şəkli deyil, dollar deyil. Bu pesodur, dollardan ucuzdur bunların pulu. Dəyəri aşağıdır, burası dollarla da bunlar da göstərilir. Belə 75 pesoyadır. Çilosdan, milosdan nə desəm var burada. Qaşıqlar 45 pesoya belə. Burada her şey satılır da, qapaqlar, tavalar. Görə tavalar necə? Nə əyilməli tavalar. 349 pesoya. Belə tavalar 209 pesoya. Beləncəsi 59. Bunun o bir pəhlivan var Azərbaycanda, o nə idi tavadandır. Bundan əyrə. O
Bu qəşəngdir. 239 peso. Glazok içində bu ləzzətlidir balaca. 2 dənə glazok buradan yedin 95 pesoya. Qəşəng qoğurmaq üçündür. Dərin tavadır, ləzzətlidir burada. Qəşəng tərəvəzli zaddır eləyib. Pişirmə. Направляйтесь на юг. 59 peso, 65 peso. Aşıqlar. Ayrı oynayır. Vecinə də deyil. Burada da oyuncaqlar satılır dostlar. Güllər, oyuncaqlar. Güllərə bax ya. 69 peso. Amma oyuncaq güllər də bunlar real deyil. Yalancı güllərdir. Böyle 29 peso. Kultuzlar 39 pesoya. USB'lər. Çox ucuzdur burada. Burada da ətirlərdir. Amma orijinal ətirlər deyil. 107 pesoya zada ucuz. Yəni səhnədə çıxış eləmək üçün yaxşıdır. Tez bazar buradan çıxdım. 100 pesoya zadadır. Bu kitaylar satırlar əllərində onlardandır. Ucuzdur. Ari saldığı yerə tapa bilmir. Wait. Deməli dostlar, başqa dükana gəlmişik. Burada yekə televizorlar satırlar. Qiyməti 12.357 peso. Hardasa eləyir 700 dollarca, 600 dollara. Yaxşıdır. Xaladeniklər 13.000 pezoya. Burada hardisələr 700 dollarca da eləyir belə. Hər şey satılır. Burada nəsə sprey alır sat üçün, bilmirəm. Gel. Artıq çıxdıq dostlar, indi evə gedirik taksi ilə. Hey, we go home. Entramos por el tanque de agua. Taksiyə gedirik, taksi ilə gedirik evə dostlar. Nəsə, bugünkü çəkilişimiz də belə oldu. Kanala abunə olmağı unutmayın. Yine hara getsəm maraqlı çəkilişlər olsa çəkəcəm. cartel dice para Hələlik. Así hay